Səhətdə xoş gördük sizləri. Bəli, 28 addım kapitulyasiyaya doğru. İndi Amerika Birləşmiş Ştatlarının hərbi strateqləri Ukraynanın düşdüyü vəziyyəti məhz belə şərh edir. 28 bəndlik ABŞ-nın planı ortaya çıxdıqdan sonra dünyanın siyasi gündəmi tamamilə dəyişib və məsələ burasındadır ki, dünya ictimaiyyəti müharibənin bitəcəyinə inandığı bir dövrdə, məhz bu plana inandığı bir, ümidləndiyi bir dövrdə səslənən bəyanatlar, rəsmi şəkildə səslənən bəyanatlar bu pozitivliyi pozur və elə ötən gün NATO'nun baş katibi Mark Rutte bəyan edib ki, Ukrayna müharibəsinin, Rusiya-Ukrayna müharibəsinin bitməsi gələn ilin sonuna dək davam edə bilər və Rusiyanın prezidentinin sözçüsü Dmitri Peskov da bu məsələni təbii ki, təsdiqləyib və qeyd edib ki, sülhə inanmaq hələ tezdir, bu proses bir qədər vaxt aparacaq və Türkiyənin Təhlükəsizlik Şurasının iclasında da çağırış edilib ki, müharibənin eskalasiya riski çox böyükdür. Bunun qarşısının alınması üçün region ölkələri də aktiv olmalıdır. Bütün bunları müzakirə edəcəyik. Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edən proseslərin nəticəsi necə ola bilər, hara qədər genişlənə bilər? Bax, diqqətiniz bizdə olsun. Qonaqlarımızdan bu barədə sual tapmağa çalışacaq. Bugünkü qonaqlarımız Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, fəlsəfə üzrə, hüquq üzrə daha doğrusu fəlsəfə doktoru Çingiz Qənizadə. Xoş gəlmişsiniz Çingiz müəllim. Və bizim Milli Məclisin deputatı, eyni zamanda artıq Türk Dövlətləri Təşkilatı baş katibi kimi də sizi təqdim etməkdən. Türk Dövlətləri Təşkilatı üzv ölkələrin qeyri-hökumət təşkilatlarının platforması. Təbrik edirik. Azər Allahverənov, təyinatınız təbii ki, həssas məqamda çox vacibdir və Azərbaycan Televiziyasının İctimai Siyasi Proqramlar Departamentinin baş redaktoru, siyasi şərhçimiz Sahəddin Hüseynov. Siz də burada görmək çox xoşdur. Hörmətli Sahəddin müəllim. Sağ olun. Türkiyə və Türkiyə tərəfinin Türkiyə Milli Müdafiə Nazirliyinin Ukraynada atəşkəsi əldə olunması ilə bağlı fikirləri var. Gəlin onları da diqqətə çatdıraq. Sonra biz, bəli, qeyd olunur ki, Türkiyə Milli Müdafiə Nazirliyi Ukraynada atəşkəs əldə olunduqdan sonra Türk əskərinin sülh məramlı kimi iştirak edəcəyi iddialarına münasibət bildirib və bu açıqlamada sülh və sabitlik üçün Türk ordusunun töhfə verməyə hazır olduğunu vurğulayıb. Harada sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türkiyə silahlı qüvvələri yada düşür. Çünki onların imkanları, təsir gücü və nüfuzu yüksəkdir. Həqiqətən də Türkiyə tərəfi də həyəcan təbili çalır və mən ona görə də təklif edərdim ki, elə gəlin Türkiyəyə bağlanaq. İsmail Cingöz, siyasi şərhçi bizimlə bərabər olmalıdır və o bizim artıq müzakirələrimizi izləyirdi. Xoş gördük İsmail bəy. Hoş gördük Şahid Hanım. Size, konuklarınıza ve Azerbaycan'a selamlar. İsmail bəy, ötən gün Türkiyə Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi müzakirə mövzusu olub və bəyan edilib ki, Türkiyə öz əlindən gələni edəcək ki, eskalasiya riski böyüməsin. Varmı bu eskalasiya riski və Türkiyənin addımları, xüsusilə də NATO ölkəsi olaraq Türkiyənin addımları nədən ibarət ola bilər? Buyurun. Şimdi Türkiye özellikle şunu belirtelim ki, Türkiye NATO ülkesi olduğu halde Amerika Birleşik Devletleri merkezli diğer NATO ülkelerinin Ukrayna-Rusya savaşında Rusya'ya uygulanan ambargolara ve yaptırımlara dahil olmadı. Yani Türkiye kendi müstakil politikasını uyguladı. Çünkü hem Ukrayna'ya hem Rusya'ya eşit mesafede bir ülke ve komşu ilişkileriyle Karadeniz'in kuzeyinden her iki ülkeyle de eşit mesafeli duran bir Türkiye görmekteyiz. Ve savaşın ilk günden bu yana da Türkiye her hal ve şartta tarafsızlık ilkesine sadık kaldı. Savaş başladı. Bir hafta sonra Antalya'da Dışişleri Bakanlarını hem Ukrayna'nın hem Rusya'nın bir araya getirerek savaşın durdurulması için girişimlerde bulundu. Esir takasında, tahıl koridoru sözleşmelerinde Türkiye tarafsızlığını ve etkinliğini gösterdi. Eğer Türkiye'den Ukrayna tarafına bir asker gidecekse ateşkes ve çatışmaların durmasından sonra böyle bir şey olabileceğini ve tekrar çatışma riskinin olmama garantisi sağlandıktan sonra oraya Türkiye dahil olabilir. Çünkü bir çatışma durumu tekrar başlarsa Türk askerinin iki ateş arasında kalması gibi bir riski Türkiye göze almaz. Yani ağlamaz demiyorum, almaz. Evet. Çünkü iki tarafta bize eşit mesafede ve komşu ilişkileriyle tarafsız bir Türkiye biliyoruz. Şimdi Amerika tarafı belli. Amerika
başlangıçta Ukrayna'ya destek veriyormuş gibi göründü Biden döneminde, ama Trump dönemiyle birlikte Trump'ın Putin'le bir araya gelmesi Alaska'da ve devam eden süreçte Putin'in Ukrayna'daki işgal altındaki toprakların, yeraltı, yerüstü kaynaklarını, kıymetli toprak elementlerini Amerika'nın işletmesine açacaklarını beyan etmesiyle birlikte Trump artık açıktan açığa Rusya tarafında yer alıyor görüntüsü sergilemeye başladı. Hatta bununla ilgili de geçtiğimiz günlerde hatırlayacaksınız, İngiltere, Fransa ve Almanya Amerika Birleşik Devletleri Başkanı Donald Trump'ın 28 maddelik ateşkes tekliflerine sert tepki gösterdiler. Çünkü bu 28 madde Rusya lehine kararlar içermektedir. Ve biz buna karşıyız diyorlar. Mesela G8 etkinliğine Rusya'nın tekrar alınması gibi bir durumun söz konusu olmaması gerektiğini belirten bu Fransa, İngiltere ve Almanya temsilcileri oy birliğiyle ancak bir karar alınabilir, biz buna karşıyız dediler. Bununla beraber Avrupa ülkeleri Ukrayna'nın yanında toprak bütünlüğü sağlanmış bir Ukrayna istediklerini beyan ediyorlar ve Ukrayna'ya desteklerini sürdüreceklerini beyan ediyorlar. Ama şunu da belirtelim ki Avrupa ülkeleri Amerika olmadan çok fazla destek verme imkan ve kabiliyetlerine de sahip değiller. Çünkü Amerika Avrupa ülkelerine silah satmakta. Bu satılan silahlardan da Avrupa ülkeleri Ukrayna'ya destek vermekte. Yani Avrupa ülkelerinin yoğun destekleri genellikle Amerika menşeli silah ve mühimmatlardan oluşmaktadır. Ama son zamanlarda başta Ukrayna sebebi olmak üzere Amerika ile Avrupa ülkeleri arasında da gerilimler yaşandığını da unutmamak gerekiyor. NATO aidatlarını ödemeyen ülkelere karşı Trump sık sık ben NATO'dan çıkarım, sizi Rusya ile baş başa bırakırım, ben olmazsam Rusya, siz Rusya'ya karşı kendinizi savunamazsınız tehdidini gündeme getirmekte Trump. Gerek NATO üzerinden savunma tehdidi, gerekse Rusya'ya uygulanan ambargolar nedeniyle Avrupa ülkelerinin Amerika'dan petrol ve doğalgazı 5 birim faizle, yani 5 katı fiyatla Avrupa'ya Amerika'nın gaz ve petrol satmaya çalışması, zorla silah satmaya çalışması ve bu sayede Amerika ekonomisini düzeltme girişimleri Avrupa'ya rahatsız etmekte. Avrupa savunmada Amerika'ya bağımlı. Bir de enerji konusunda Amerika'ya bağımlı olmak istemiyorlar ama Trump bu konuda dayatıyor. Avrupa'da Amerika'ya direnmeye çalışıyor. Çünkü 28 maddelik Trump'ın ateşkes maddelerinin Almanya, Fransa ve İngiltere'nin karşı durmasıyla 19 maddeye indirildiği geçtiğimiz günlerde açıklandı. Bu da Avrupa'nın Amerika'ya artık dik durmaya karşı dik durmaya çalıştıklarının bir göstergesi olarak söyleyebiliriz. Bəli, elə müharibəni qızışdıran da Avropadır. Siz qeyd etdiniz ki, Amerikaya Avropa direniş göstərir və sona qədər bu direniş göstərə bilərmi? Çünki Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti, daha doğrusu dövlət katibi Marco Rubio'nun da fikirləri var ki, biz Ukraynaya təhlükəsizlik zəmanətini məhz sülh müqaviləsi imzalandıqdan sonra, yəni daha sonra verəcək. Bu da kifayət qədər kritik bir mesajdır. Ukraynanı daha çətin vəziyyətə salacaq bir mesajdır. Mən sizə təşəkkürümü bildirirəm fikirlərinizi göre. İsmail Cingöz Türkiye'den siyasi şərhçi bizimle beraber idi. Ben de sizlere teşekkür ediyorum. İyi yayınlar diliyorum.